Seyyid Ali bir gün İbn Sina ondan soruşur. Arif olub ha o. İbn Sina alim olub. Arif olmayıb. Arif başka şeydir, alim başka şeydir. İbn Sina tibbidə böyük bir şəxsiyyətdir. Avropa ona qibtə edir. Avicenna. Öyle değil. El-Qanun fi Tibb kitabı uzun illər Avropada tədris olunub. İbn Sina çatmaz değil. Alim olarak, arif olarak değil. Arif değildir ama alim idi. Alim başka şeydir, arif başka şeydir. Bunların fərqi var. O fərqi danışsaq iş uzun çəkər. Ama bir dənə burada məntiq var, gözəl bir dənə məna var. Deyir ki, gör nə gözəl deyir. Deyir, bir gün İbn Sina soruşur Seyyiddən, deyir, Seyyid, ne üçün evdə qılınan namazla məsciddə qılınan namaz eyni deyil? Niyə savabı başqadır, dərəcəsi başqadır? Evdə də namaz qılırıq, əla. O məsciddə də namaz qılırıq. Bu məsciddə, yəni ümumiyyətlə də cəmaat namazı. Məsciddə cəmaat namazında olunan savabın fərdi qılınan namazla fərqi nədir? Seyyid deyir ki, biri var, bir insan evində şam yandırır. Şam yandırır, 2 dənə şam, 3 dənə şam yandırır evində. Bir dənə şam yandırır evində. Və oldu ki, külək də vurdu pəncərəni açdı. Və külək gəldi, o şamları söndürdü. Belə deyil, belə deyil, dedi bə. Sönər, sönməz, dedi, möhkəm külək olsa sönər. İbn Sina da alimdir də, görür, bu nə cavab verir buna? Deyir, birdən bir insan evində 1000 dənə şam yandırır. O külək vurdu, 10.000 dənə şamın 900'ünü söndürdü. 950'si qalacaq, qalmayacaq. Dedi, qalacaq. Dedi, cəmaat namazının da hikməti bax budur. Biri var evdə qılırsan, sənin namazın, mənim namazım, özümdən danışıram. Heç evin qapısından bayra çıxmağa ləyaqəti yoxdur namazın. Mən ki, o qılıram, fikrim qalıb bozbaşın yanında. Misal özümü deyirəm də, adam var, fikri qalıb dükanda, adam var, tərəzin yanında qalıb fikri, hər an fikir gedir də, bilirsən. O deyir ki, insan necə cəmləşdirir ki, ola bilər, bir insan namaz qılanda fikri yayına bilər. Amma qayıtmağı mühümdür. Fikri orada saxlama da, getdi ora, ara qayıt da bil. Qayıt subhanallah, subhanı bir ki Allah baş demirə, Allah məkbə, Allah uzadır, elhamdülillah, şükür olsun aləmlər, Rəbbul Allah. Da orada qalmadı, heç olmasa qayıt. Çünki namazda gedir ya, istər istəməz. Mən de onu demirəm. Yəni biri var mənim namazım, o heç darvazadan da oyuna çıxmaz, həyətin ya evin qapısından. Biri də var ki, 1000 nəfər, 100 nəfər, 50 nəfər namaz qıla. Onların birinə xatir, Allah-u Teala inşallah hamının da namazını neyiniyər, qəbul eləyər. İbn Sina təşəkkür elədi ona. Nə olsun alimdir? Bilir, tibbi bilir, ürfanı bilmir. Ürfanı onun üçün o Seyyid neynədi? Böyük alim, arif onun üçün neynədi? Açdı. Sizə qurban olum. Bir insan evində də əhya saxlaya bilər, amma cəmaat halında əhya saxlayanda, dualar eləyəndə gör nə boyda insan